Bugün gəlin dövr operatorları haqqında danışaq. Əvvəlcəkən deyək ki, dövr operatorları bizim nəyimizə lazımdır? Yəni, dövr operatorları olmasa suallarımızı yaza bilmərik kimi biz. E, Deməli, məsələn, deyək ki, birdən bir 100 dənə salam vermək istəyirik çıxışa. Biz bir dənə salam vermək üçün, 5 dənə salam vermək üçün normal olaraq 5 dəfə birbaşa print yaza bilərik. Amma 100 dəfə üçün gərək biz yenə də 100 dənə print yazaq və ya bir dənə printin içərisində 100 dənə salam yazaq. Bu say təbii ki, çoxdur və 100 dəfə bunu yazmaq və görünür ki, optimal bir yol deyil. Və ya 1000 dəfə olsa, ümumiyyətlə çətin olacaq bu və ümumiyyətlə hər hansısa bir əməliyyatı təkrar-təkrar görmək üçün və ya onların üzərində dəyişiklik eləyə-eləyə o əməliyyatları görmək üçün istədiyimiz sayda bir n dəfə deyək. Təkrarlamaq üçün biz for-dan və ya var-dan dövr operatorlarından istifadə etsək, bizim üçün çox daha rahat olar. İki tip dedik, for və while dövr operatorlarına baxacağıq. Əvvəlcə gəlin for-dan danışaq. Dərsin sonunda artıq biz onların fərqləri haqqında danışa bilərik ki, hansı fərqləri var və hansı suallarda hansı tipdən istifadə etsək bizim üçün daha rahat olar. For dövrü ümumiyyətlə 3 parametrdən danışacağıq. Forun yazılışı for in range deyə biz ona və əvvəlcə bir parametr üçün danışaq. For in range deyək ki, 10. Yəni, range-in daxilinə yazırıq sadəcə bir dənə parametr. Burada i dəyişəni biz bura i yox, məsələn, x da yaza bilərik, t də yaza bilərik. Hər hansısa bir dəyişən yazırıq və bu dəyişən bizim dövrümüzdəki sayğac rolunu, yəni hansı o dəyişəndir ki, o dəyişən yalnız artır və ya azalır. Yəni dəyişən odur. Range-in daxilinə isə bura hələ ki bir parametr yazırıq və bu parametr o deməkdir ki, bizim dövrümüz sıfırdan bu n-ə qədər fırlanacaq. Biz burada print e eləsək, bizə rahat şəkildə görə bilərik ki, bizim çıxışımız nədir və run eləsək, burada görürük ki, uşaqlar 0-dan 10-a qədər çıxış verir. Bu, təbii ki, alt-alta verəcək çıxışları. Niyə görə? Çünki bir dəfə dövr elədi, print elədi, daha sonrasında artıq növbəti print gəldiyinə görə normal printlər olaraq alt-alta olacaq. Əgər biz onları yan-yana istəyiriksə, yəni bərabərlik boşluq qoya bilərik burada. Və indi biz nəticəmizə baxsaq, 0-dan 9-a qədər nəticələr. Dedik ki, əgər range-in daxilində bir dənə dəyişən varsa, hər hansısa bir n dəyişəni, bu n-i özünüz də yaza bilərsiniz. Məsələn, deyək ki, n bərabərdir, int input edirik biz və yenidən baxaq. Bura istədiyimiz bir ədəd yazaq. Deyək ki, məsələn, deyək ki, 6. 6 yazdıq biz. Bura 10 saxlamışıq. Hələ də bunu n edək. Və bura 6 yazaq. Və 6 yazdıq 0-dan 5-ə qədər. Nə dedik? 0. Yəni bir ki, bu normal olaraq 3 parametrli olur və biz bir parametr yazanda bu son limiti göstərir. Yəni, bu son limiti 0-dan başlayır, sol tərəfimiz hər zaman 0 olacaq. Yəni, 0-dan başlayır və n-ə qədər dövr edəcək bu, n daxil olmamaq şərti ilə. Yəni, 0-dan n-ə qədər gedir, n daxil deyil. Yəni, 6 vermiş isə, i-nin ilk dəyəri 0 olacaq. Sonra gələcək əməliyyatını yerinə yetirəcək. Sonra fırlanıb gedəcək. Yenə i olacaq 1, yenə əməliyyatını yerinə yetirəcək. Sonra 2 əməliyyatını yerinə yetirəcək. Ta 5-ə qədər. 5-də əməliyyatını yerinə yetirir. Artıq 6 olanda 6 n-dən kiçik olmadığına görə artıq stop edir. Yəni, n vermiş isə n dəfə dövr edir. Sadəcə olaraq 0-dan n çıx 1-ə qədər dəyərlər almaqla n dəfə dövr edir. Və növbəti 2 parametriyə baxaq. 2 parametr biz burada yazdıqda artıq o 2 parametr biri olur onun başlanğıc qiyməti, biri isə son qiyməti. Yəni, normalda biz sadəcə bir parametr yazanda bu sadəcə son qiymətini göstərir ki, yəni n yazsaq 0-dan n-ə qədər n daxil olmamaqlı. Yəni, sağ limitini göstərir. Amma sol limitini avtomatik olaraq 0 qəbul edir. Biz əgər desək ki, məsələn, mən n dəfə dövr eləmək istəyirəm, sadəcə olaraq 0-dan n çıx 1-ə qədər yox, məsələn, 1-dən n-ə qədər dövr eləmək istəyirəm. Bu kimi hallarda artıq biz onun sol limitini dəyişdirməliyik. Burada sadəcə biz yazarıq ki, 1,n. Belə yazarsak əgər uşaqlar, burada artıq 1 onun sol tərəfi olur. Yəni 1-dən başlayacaq həmişə. Yazmasaq dedik ki, 0-dan başlayır. Yazsaq əgər 1-dən başlayır. Sağ tərəf isə yenə də n-ə qədər. Yəni sol tərəfdə yazdığımız daxil olur hər zaman. Yazmasaq 0 olur. Yazsaq belə 1-dən başlayaraq. Yəni 1 daxil olur. Amma sağ heç vaxt daxil olmur. Ona görə də biz indi run eləsək, məsələn, yenə 6 versək, 1-dən başlayır artıq, 0-dan başlamır. 1, 2, 3, 4, 5
və təbii ki, n yenə daxil olmadı. Biz əgər burada görürük ki, biz artıq n dəfə öyrənmiş olmuruq. Yəni sıfırdan n - 1-ə qədər gedəndə n dəfə öyrənmiş olurduq, amma 1-dən n - 1-ə qədər getdikdə n dəfə öyrənmiş sayılmırıq. Nə edə bilərik burada? N + 1 yazarıq ki, n + 1-ə qədər getsin. N + 1 daxil olmasa belə onun sol tərəfi, yəni n daxil olmuş olacaq. Burada biz 6 dəyərini versək, 1-dən 6-ya qədər dövr edər. Yəni n dəfə dövr eləməyi normal rangein daxilində sadəcə n yazsanız da 0-dan n - 1-ə qədər gedərək n dəfə dövr eləyəcəksiniz. İstəsəniz ki, i dəyişəni sadəcə 1-dən n-ə qədər dəyərlər alsın, o zaman da bu şəkildə yaza bilərsiniz. Nəticədə hər ikisində n dəfə dövr edir. Əgər sizdə sadəcə dövrlərin sayı önəmlidirsə, o zaman yəni sadəcə n yaza bilərsiniz bura. Və ya elə suallar olur ki, orada həm dövrlərin sayı önəmlidir, həm də bu i dəyişəndən biz hər hansı bir məqsədlər üçün istifadə edə bilirik. O zaman da bu şəkildə dəyişdirə bilərik. Və növbəti parametri artıq bunun üçüncü parametri kimi biz istifadə edə bilərik orada. Bu da bunun sayğacı deyək ona. Heç bir şey yazmadıqda bu +1 deməkdir. Yəni 1-1 artır ki, 1-1 artır və biz heç nə yazmasaq, o avtomatik olaraq görür ki, 1-dən başlayır, artır 1-1. Əgər istəsəz ki, siz məsələn 1-1 artmasın, bu 2-2 artsın, o zaman bura sadəcə 2 yaza bilərsiniz. Və biz yenidən run eləsək, məsələn 10 veririk bura. O başlayır 1-dən, 2-2 artır. 1, 3, 5, 7, 9. 9-u 2 vahid artırsaq artıq nə baş verir orada? 11 olur. 11 ondan kiçik olmadığına görə o zaman stop eləyəcək artıq. Və bu şəkildə artıq dayanır bizim kodumuz. 2-2 artır artıq. Burada yəni məsələn desək ki, 1-dən n-ə qədər tək ədədləri çıxışa verin. Biz bu şəkildə yaza bilərik. 1-dən n + 1-ə qədər gedib içəridə if də qoya bilərik. Məsələn desək ki, 1-1 artıraq. 1-dən n + 1-ə qədər getsin, n daxil olmaq şərti ilə. Printdən öncə biz yaza bilərik ki, əgər i təkdirsə, i faizli 2 bərabərdirsə 1-ə, o zaman print elə. Bu şəkildə də mümkündür. Təbii ki, bloklarımız eyni şəkildə for-dan sonra for aid olan bloklar bir deyək ki, tab sağda yazacağıq, if-dən sonrakıları bir tab sağda yazacağıq və biz burada yazsaq ki, 10 və yenə də 1, 3, 5, 7, 9 alırıq. Niyə görə? Çünki i 1-dən 10-a qədər bütün ədədləri alır. Və sonra hansılar ki, təkdir, hansı vəziyyətdə ki, i tək qiyməti alır, onda onu çıxışa verir. Məsələn, burada i 2 də götürür. i 2 götürür, sadəcə tək olmadığına görə çıxışa vermir. Yəni, boş bura gəlir, qayıdır. Amma bayaqki vəziyyətdə dedi ki, orada nə baş verir? Orada heç ümumiyyətlə i 2 qiymətini almır. Yəni, orada da dövrlərin sayı 2 dəfə demək olar ki, daha az olacaq. 1-dən n + 1-ə qədər get və 2-2 artır. Burada isə ümumiyyətlə i dəyişəni yarı qədər belə deyək də daha az vurulmuş olur. 10 yazsaq, yenə 1, 3, 5, 7, 9, sadəcə 2-2 artaraq gedir. Məsələn, burada artıq 2-dən başlamış olsaq biz, o zaman da o yalnız cüt ədədləri götürmüş olar. Bu da forun 3 parametrli xassəsi. Belə bir nümunə deyək ki, məsələn, n-dən biz baxdıq, 1-dən n-ə qədər məsələn ədədləri gördük ki, yəni bu şəkildə görmüş oluruq. Bəs n-dən 1-ə qədər ədədləri necə çıxışa vermək olar? O zaman da yəni sadəcə məsələn bəsitdir. Biz dedik ki, sol tərəf başlanğıcımızdır, sağ tərəf son nöqtəmizdir. Üçüncü parametr olsa da o sayğacımız olacaq. Və burada biz 1-dən n + 1-ə qədər get demişik. Bizim məqsədimiz əgər n-dən 1-ə qədər getməkdirsə, onda deyək ki, n-dən başla və 1-ə qədər get. Burada belə bir məsələ var. Yəni biz dedik ki, solda yazdığımız həmişə daxil olur. Yəni məsələn 10 yazsaq 10 daxil olacaq bura. Amma 1 daxil olmayacaq. Belə yazsaq bu 2-yə qədər gedəcək. Ki, ona görə bunu 1-ə qədər yox, 0-a qədər yazırıq ki, 0 daxil olmasın, amma 1 daxil olsun. İkinci bir məsələ də var ki, biz bu şəkildə saxlasaq, bunun üçüncü parametr dedik ki, avtomatik olaraq müsbət 1 olur. Yəni 1-1 artır. N-dən başlayıb 1-1 artsaq, məsələn, 10-dan başlayıb 1-1 artsaq, o heç vaxt 0-a qədər getməyəcək. Yəni bu bir növ zaman xətası baş verəcək burada. Məsələn, deyək ki, biz bura 10 yazsaq, burada yəni zaman problemi var. Yəni bu doğru olmayacaq bu kod. Niyə görə? Çünki 10-dan başlayıb siz 1-1 artdığınız zaman o heç vaxt gedib 0-a çatmır ki, dayansın. Çünki bu ancaq 0-a çatanda dayanacaq. Ona görə biz bunu 1-1 yox, yazarıq ki, -1. Yəni 1-1 azalt i dəyişənin dəyərini. Burada 10 verərsə əgər 19, 8 bu şəkildə 1-ə qədər ədədləri alırıq. Yəni məntiqi nə olacaq? 10-dan başlayır, 1-1 azalır. Daha 1-ə çatanda bir də fırlanır, gedir bir dənə azalır. 0, 0 artıq 0-a bərabər olduğuna görə stop edir. Bu olacaq for dövr operatoru və danışsaq əgər while haqqında. While-da
məsələn deyək ki, 1-dən 10-a qədər yenə ədədləri çıxışa vermək istəyiriksə, while-ı belə deyək, while if-in dövr variantı kimi demək var ona. Məsələn, bizim bir dənə A ədədimiz var, A bərabərdir 10-a. Və biz istəyirik ki, A 1-ə bərabər olsun. Məsələn, A bərabərdir 1 və istəyirik ki, 1-dən 10-a qədər ədədləri çıxışa verək. While yazacağıq. While-da belə deyək. Oradan fərqli olaraq yalnız şərt var. O şərt nə qədər ki, doğrudur, dövr eləyəcək. Şərt pozulduqda dövrü stop eləyəcək. Nə qədər deyirik ki, nə qədər ki, A kiçik bərabərdir 10-dan dövr eləsin. Yəni şərt var. If kimi bir dənə şərt var. Sadəcə olaraq, yəni bu dövrdür təbii ki, bir dəfə əməliyyatı yerinə yetirib stop eləmir. O zaman print eləyək A-nı və təbii ki, yan-yana çıxışa vermək istəyiriksə bu şəkildə. Print elədikdən sonra bu şəkildə saxlamaq olmaz. Niyə görə? Çünki for-da həm başlanğıc, həm parametri son, həm də ki, sayğac parametrləri var idi. Amma while-da sadəcə son deyək də buna. Şərtimiz həm də ki, son limitimiz haradısa ora qədər. O parametr var, o şərtimiz var. Başlanğıc qiymətini gördüyünüz kimi biz özümüz çöldə vermişik. Bir də nə qaldı? Sayğac qaldı burada. Yəni A 1-dən başlayır. Ondan kiçik olduğu müddətcə çapa verəcək A-nı. Amma bu yetərli deyil də. Bu şəkildə görsək biz yəni yalnız 1-lər alırıq. Niyə görə yalnız 1-lər alırıq? Ona görə 1-lər alırıq ki, A 1-dir. 1 ondan kiçikdirmi? Bəli, ondan kiçikdir. A 1-i çıxışa verir. Sonra yenə fırlanı gəlir. 1 ondan kiçikdirmi? Bəli, yenə çıxışa verir. 1 ondan kiçikdirmi? Bəli. Yəni bu sonsuz sayda dövr eləyəcək bu şəkildə. Yəni artıq A-nı biz yavaş-yavaş artırmalıyıq. Hansı ki, for-da avtomatik olaraq özü artırırdı. Amma while-ın belə bir xüsusiyyəti yoxdur. Ona görə yazırıq ki, A bərabərdir A plus 1. Yəni A-nı hər dəfə bir vahid artır. A 1 olacaq. Daha sonra gələcək bir vahid artıracaq, 2 olacaq, 2 ondan kiçikdirmi? Bəli, düşəcək aşağıya, 2-də çıxışa verəcək, sonra bir vahid artırır, 3 və s. bu şəkildə gəlir. Yəni, ən son A 10 olanda filan gəlir, 10 ondan kiçik bərabərdirmi? Bəli, 10-u çıxışa verir, A-nı bir vahid artırır, A olur 11, o da filan gələcək, 11 ondan kiçikdirmi? Xeyr, stop edir. Yəni, şərt pozulsa və salam artıq bitdi və bizi vahiddən atır çölə. While-da da yəni bu şəkildə artıq özümüz ilkin qiymət və sayğacını qurmuş olacaq. A bərabərdir A plus 1 əvəzinə biz qısaca olaraq A plus bərabərdir 1 də yaza bilərik. Burada da eyni şəkildə məsələn 10-dan 1-ə qədər ədədləri çıxışa vermək istəsək artıq A-nın başlanğıc qiymətinə 10 qoyuruq. Nə qədər ki A böyük bərabərdir 1-dən A-nı çıxışa versin. Təbii ki, burada A plus yox, artıq A çıx yazacaq ki, A-nı da hər dəfə bir vahid azaldaq. Və run edirik. Burada da 10-dan 1-ə qədər qiymətləri ala bilərik. Bunun üzərinə təbii ki, indi deyək ki, fərqləri nədir? Fərqlərini artıq yəqin ki, hardasa aydın oldu sizə. Parametrlərində fərq var. İlkin qiymətlər və sayğacları var da biz özümüz yazmalıyıq. Ümumi olaraq da ki, sualları hansı tip sualları hansına yazsa bizə daha rahatdır. Ümumiyyətlə, aralıq varsa, interval varsa, yəni A-dan B-yə qədər ədədləri çıxışa verməyə, A-dan B-yə qədər hansısa xüsusi ədədləri çıxışa vermək lazımdırsa, bu demək ki, siz A-dan B-yə qədər ədədləri görməlisiniz. Onların içərisindən bəzilərini bəyənməlisiniz hansısa bir özəlliyinə görə, hansınısa bəyənmirsiniz, bəyəndiklərinizi çıxışa verəcəksiniz. Ümumi olaraq A-dan B-yə qədər dövr eləməlisə, bu for daha rahat olur. Çünki forun, deyək ki, A-B ədədləriniz var sizin. Forda sizə rahatlıqla for in range deyə bilirsiniz. A-dan başla B-yə qədər gedir. B plus 1 yazırıq ki, B-nin özünü götürsün və içərisində hansısa birini bəyənirsiniz, onları çıxışa verəcəksiniz. Amma while-ın daha rahat nədir? Əgər işləmək ondan rahatdır, o vəziyyətdə ki, siz hələ bilmirsiniz ki, nə qədər dövr eləyəcəksiniz. Yəni, bu bəlli deyil. Məsələn, ədədin rəqəmlərinin cəminin tapılması, biz bunu digər videolarda göstərmişik artıq. Burada bilinmir nə qədər dövr eləyəcək. Ona görə də rahatdır ki, while-a gedəsiniz. Yəni, sadəcə şərtimiz var idi orada ki, məsələn, n 0 olana qədər davam eləsin. While haqqında da bu qədər.